Məmməd İsmail əbədiyyət libası geyinib öz yerinə, yurduna qayıtdı. Öz əlləri ilə şənəsdiyi ata yurdu, ağaçdələnin döydüyü qapı, biraz yuxarıda Kəmər qayası, tək dağdağan öz doğmasını görüb, sevinç nuruna bələndi. Cəm həsrətlər bir-birinə qovuşdu. Məmməd İsmailin əbədiyyətə qovuşduğu andan bir ilə yaxın vaxt keçir. Hər şey yerli yerindədir. Bircə özü demiş, bircə aramızdan bircə il keçir. Bu yurda, obaya şöhrət gətirən şair, professor Məmməd İsmaildir. Səhər burada izdiham daha böyük olacaq. Çünki onun dünyasını dəyişməyindən bir il ötür. Biz bugün gəldik ki, bu dağlar qoynunda, bu sakitlikdə uyuyan Məmməd İsmailin məzarını ziyarət edək, ruhuna rəhmət oxuyaq və deyək ki, şair, qoyduğun hər şey yeri yerindədir. Bu böyüklük şair Məmməd İsmailin özü ilə, adı ilə boşa dayanır. Bugün üstadımız Məmməd İsmailin vəfatından bir il keçir. Bir il bundan əvvəl biz onun doğma Tovuzda, doğma kəndində, dəfnində iştirak elədik. İndi biz bugün Məmməd İsmailin qəbrinin başında deyə bilərik. Şairin özünün həyatına və ölümünə elə bir oxşayan bir möcüzənin şahid olduq. Necə ki o dağın ağzı tamam məhv olmadığı kimi, hələ bir hissəsi yaşadığı kimi, Məmməd İsmail də tam məhv olmuşdur. Yəni ölsə də həm də yaşayır. Özündən sonraki ömrü. Özündən sonraki ömrü yaşayır. Və nə xoş ki, həm dağdağan, yəni o ölüm mərhələsini keçib, yenidən yaşamağa başlayıbdır. Eləcə də Məmməd İsmail. Məmməd İsmailin qəbrini ziyarət etmək, piri, ocağı ziyarət etməyə bərabər bir hadisədir. Bizim dövrün nəsli üçün, yəni ədəbiyyata 80-cı illər gələn nəsli üçün Məmməd İsmail kim idi? Əksəriyyətimiz ona Məmməd Əmi deyə müraciət edərdik. 80-cı illərin sonunda nəşr etdirdiyi, baş redaktoru olduğu Gənclik jurnalı demək olar ki, o dövrdə ədəbiyyata gələn bir çox gənclərimizə böyük dəstək oldu, örnək oldu, məktəb oldu, mən deyərdim. Məmməd İsmail nəinki Azərbaycanın böyük türk dünyasını təmsil edən Azərbaycanın şairidir və təsadüfi deyil ki, onun yaradıcılığı bir dövr Nobel mükafatına təqdim olunan şairlər sırasında olmuşdur. Biz dünəndən Məmməd İsmailin uyuduğu bu torpaqdayıq, şərəfləndirdiyi bu torpaqdayıq. Adətən qəbirstanlığa gözəl deyirlər, demirlər, deyə bilmərəm. Amma Məmməd İsmail öz bu torpaqda uyumaqla bu torpağın adını bir daha ucağa qaldırdı. Allah onu rəhmət eləsin. Dünənləri biz onun boya başa çatdığı evdə olduq. Orada elektrik dirəyində ağacdələn yuvasını görəndə Məmməd İsmailin gözəl bir şeiri yadıma düşdü. Ağacdələn şeiri. Nə gəzirsən bu payızın çənində, ağacdələn ağıl itib sənin də, dən gəzirsən saçlarımın dənində, atam oğlu, az qaxını döyürüm. Cəmi ustad şairlərimizə rəhmət olsun, o cümlədən Məmməd İsmail. Tovuzumun gözəl, gövhər şairi, dağların qoynunda torpağa getdi. Şeirləri yaddaşlardan silinməz, 86 yaşında torpağa getdi. Heyf görənmədim üzbəüz onu, o həmalim idi sinəsi dolu, rəhmət oxuyarıq ömrümüz boyu, cənnət yollarında torpağa getdi. Mən şair aydınam, haqqa tərəfdar, kəndim fələhlidir, sinəmdə söz var, qəlbimizdə də Məmməd İsmail var, qayıtmaz yollarda torpağa getdi.
Allah bütün dünyasını dəyişənlərə rəhmət eləsin. Mən Ələddin İcələ yazdığı şeiri demək istərdim. Bay şair Ələddin, şair dostunun açılmır qabağı, qarşı birildir. Olub məhəbbətdən illər xəstəsi, ayrılmır sevdadan, başı birildir. O atdı özünü varın qoynuna, bahar günlərindən qarın qoynuna. Mən həsrət çəkirəm yarın qoynuna, orada ləzzət çəkir, naşı birildir. Vaxt keçir, haqlayır, məni subaylıq, ıslanır, quruyur, verdiyi yaylıq. Onun körpəsinin yaşı 3 aylıq, mənim həsrətimin yaşı birildir. Allah cəmi ölənlərə rəhmət eləsin, məzarından da olsun. Çox belə xeyirxah, gözəl insan olub. O vaxtı mənə Zəfər Cabbarlı adına Azərbaycan Film Kino Studiyasında işə düzəltmişdi, mən universitetdə oxuyan məqamlarında. Mən həmişə ona minnətdaram və minnətdar da olacağam. Məmməd İsmail 86 il ömrünü ləhaqətlə, başı uca, vüqarlı yaşadı. Tək yaradıcılığını qoymadı bizə. Gözəl şeirləri var. Həm də bizə bir kişilik məktəbi, ləhaqət məktəbi, necə yaşamaq olar, o məktəbi bizə qoydu. Mənə də ona bağlayan ondakı bu xüsusiyyətlərdir. Mən ədəbiyyat adamı deyiləm. 12 il, 15 il bundan qabaq biz rastlaşdıq, uzaq diyarlarda. Sanatoriyada rastlaşdıq və mən ondakı elə bir şey, mən manqış kimi insanları cəlb etmək qüvvəti var idi bu ülkədə. Onu görən hər bir şəxs elə bir öz yaxın adamını görmüş ki, ona yaxınlaşırdı. Və bizim də ondan ünsiyyətimiz yarandı. Və Məmməd əmidən mən müşahidə etdiyim şeyləri çox adamlar görmürəm. Belə insanlarda tək-təkdir. Bu insanlar doğrudan da bunları Allah göndərib bizə ki, bizim üçün bir nümunə olsunlar. Onu kimsə Ozan adlandırır, kimsə böyük şair adlandırır, kimsə hörmətli bu əsl bir ailə başçısı adlandırır. Bunların hamısı ona yaraşır. Amma o gəlmişdi bizim xalqın problemlərini göstərməyə, bizə tanıtmağa. Ona görə də bunu Bakıda da sevirlər, Tozda da sevirlər, Çanaqqala dərs deyib, 25 il dərs deyib. Orada bunu elə sevirlər ki, mən onun təəssüratlarını oxuyuram, onun tələbələrinin, onun həmkarlarının heyran qalıram ki, bizim ən qiymətli bir insanımız gedib orada hörmət qazanır. Hətta onu mən oxumuşam ki, Nobel mükafatına təqdim eləmişlər bunun şeirlərini. Bizim evdə bir misal var, deyir ki, adam var ki, öləndə evdən gedir, adam var ki, eldən gedir. Bu eldən getdi. Amma sağ olsun bizim qədirbilən xalqımız, sağ olsun dostları ki, belə bir ona ziyarətgah yaratdılar. Belə bir, ora hamı axışıb gəldi. Məmməd əminin sağlığında ona ürək sözlərimi demişəm. Burada isə nə demək istəyirəm? Əmi, mən təkrarən deyirəm bunu. Bu xalq unutmadı şair oğlunu. Şöhrətin dolaşır dildə, ağızda. Səni görmək üçün hər il payızda əsl Girdağana gəlməliyik biz. Səni görmək üçün hər il payızda. Payızda noyabrın 1-də ad günüdür. Mən arzu edirəm ki, hər il noyabrın 1-də biz buraya yığışaq. Məmməd İsmail öz vəsiyyəti ilə öz doğma yurdunda torpağa tapşırıldı. Tovuz Xeyriyyə Cəmiyyətinin sədr müavini Çingiz Abbasov belə söyləyir. Xəstə vaxtı bir-iki dəfə mənə işarə eləmişdi ki, məni orada doğma yurtda bastırarsan. Bunu əlbəttə qardaş-qardaşa ərk eləyər. Vəziyyət ağırlaşmışdı. Zəng elədi ki, saat 5-də yanıma gəl. Saat 4 olmamış eşitdim ki, əmi keçinib. Bilirdim nə deyəcək. Məsciddə yudurduq, bir neçə nəfərlə maşına qoyub rayona apardıq. İki böyük şəxsiyyətə mənim minnətdarlıq payım var içimdə. Hüseyn Arifin qızı Zöhrəni atasının yanında bastırdığı üçün İlham Pirməmmədova, bir də Məmməd İsmailin vəsiyyətinə əməl elədiyinə görə Çingiz Abbasova. Hər ikisinə alqış deyirəm. Bu ürək və damar məsələsidir. Çingiz Abbasov bundan sonra heç nə eləməsə də, bu işi ona baş ucalığı gətirər. Əziz cəmaatımız, hörmətli qonaqlar, bu gün hamımızın bildiyi kimi böyük şairimizin il dönümüdür. Sizin bura gəlməyinizə görə hər birinizə təşəkkür edirəm. Məlumat verim ki, 1959-cu ildən Məmməd İsmail deyilən bu şəxsi mən tanıyıram yaxından.
Həmin ildən hər il Məmməd İsmail bizim kənddə gəlib qalıb. Yay aylarında. Məmməd İsmailin bacısı mənim atamın əmisi oğlunun yoldaşıdır. Gülyaz xanım. Hər yay bizim binədə yaldamı deyən namazın yalı gələndə indi çəkəcəksiniz. Məmməd İsmail orada keçirib gününü. Yay aylarında. Əmin qardaşı Əmir deyilən bir kişi vardı, rəhmətə qoşulub gedib. Onunla bərabər belə onlar böyüyüblər kəndimizə. Elə o vaxtdan da 60-cı illərdən birinci kitabı çıxanda avdı kəndimizdə məktəbimizə gətirdilər. Məmməd İsmailin şeiri çox böyükdür, 60 səhifəlik. Bakıda biz tanış olanda, mən də Bakıya gedəndən sonra Məmməd əmi 8 mart bayramını keçirirdi. Bu Aşıq Urfan Əli də Paltenik Kilisində oxuyurdu. Bu Əli gəldi sazla falanla, mən də Elüsdə görüşürdük. Urfan Əlini birinci televiziyaya çıxardan Məmməd əmi oldu. Böyük bir dənə tədbir. Yadımda qalanlardan danışıram. Sonra məlum məsələlər meydana çıxdı. Ermənilərlə bizim haqq-hesabımız. Məmməd əmi Gənclik jurnalının baş redaktoru idi. Naxçıvanda Araz Xeyriyyə Cəmiyyəti yaranmışdı. Qazaxda da Kəmərli Xeyriyyə Cəmiyyəti. Hələ cəmi Qazax deyildi. Gəldim bunun otağına, dedim Məmməd əmi, belə-belə biz də bir Tovuz Xeyriyyə Cəmiyyəti. Dedim mənim işim çoxdur, mən demokratik işlərlə. Bir yalan olmasın, 4-5 səfərdə getdim bunun kabinetinə, neysə razı saldıq bu kişini. İclasımız da keçdi, plenumuz da keçdi. 2 ildə bizim sədrimiz oldu. Bütün Tovuzlularım televiziyadan səslədi. Tovuzun sərhəd kəndlərinin müdafiəsində Vidadi Allah'a şükür buradadır, gelir. Məmməd əmi bütün canınla, qanınla bizim kəndimizə xidmət elədi. Bir ömrün sonu var. 60'dı, 70'di, 80'di, 90'di hamımız gedəcəyik bu dünyadan. Vaxt vədi gəldi, bu dünyadan köçdü. Kişi kimi gəldi, kişi kimi də getdi. İnsan kimi, əsl müsəlman kimi də haqq dünyasına qovuşdu. Hamımızın adından, öz adımdan, bizim cəmiyyətin adından, Xeyriyyə Cəmiyyəti adından. Qəzənfər Paşayev mənə çox xahiş elədi, gələ bilmədi. Mənim adımdan ailəsinə, keçilərinə baş sağlığı dilər. Məhərrəm Qasımlı o cümlədən. Səfir Məhəmməd müəllim, Məhəmməd Məmmədov. O da qocalıbdır, xahiş elədi ki, ailəsinə, uşağına, bu kəndinə mənim adımdan baş sağlığı ver. Yeri cənnət olsun, məkan olsun. Bizim də cəmiyyətimizin əlindən nə gəlir, xalqımıza xidmət eləyir. Tək Məmməd əmiyə yox, bütün Tovuza yox. Qazax da bizimdir, Naxçıvan da bizimdir. Sağ olun. Mən Məmməd müəllimi hələ ilk gənclik yaşlarımdan tanıyırdım. O vaxt Gənclik jurnalının redaktoru olan vaxtda onun şeirlərini çox sevə-sevə oxuyurduq. Sonradan həyat elə gətirdi ki, Tovuz Xeyriyyə Cəmiyyəti yaradıldı və bu Tovuz Xeyriyyə Cəmiyyətinin yaradılmasında təşəbbüskar Məmməd müəllim oldu. Və bu Tovuz Xeyriyyə Cəmiyyətinin yaradılandan sonra demək olar ki, həmişə Məmməd müəllim özü də iştirak edirdi və yaxud başqa adamlar gəlir, görürün ki, ancaq Məmməd müəllim diqqətinə yayılmırdı. Ermənilərə qarşı sərhəddə özünü müdafiə dəstələrinin yaradılmasında, onların ərzaqla, ondan sonra döyüş məmulatıyla təmin olunmasında demək olar ki, həmişə əlaqə saxlayırdıq. Bir yerdə çalışırdıq ki, onları sərhəddə vuruşan özünün müdafiə qoşun dəstələrini hər şeyini təmin edək və elə isə bilirəm ki, çox müvəffəqiyyətlə bunu yerinə yetirə bildik ki, Tovuz torpağı demək olar ki, 1 metrdə verilmədi. Sonralar isə 92-ci ildə biz Turan Futbol Klubunu yaratdıq. Bu Turan Futbol Klubunu yaradandan sonra Məmməd müəllimlə görüşəndə Məmməd müəllim bunu çox yüksək dəyərləndirdi və bizim bu hərəkatımızdan çox sevindi, alqışladı. Turançılıq ideyalarını necə təbliğ eləməyi bir daha bizə aydınlaşdırdı. Hətta biz sonradan çempion olduq. 94-cü ildə ilk dəfə olaraq Azərbaycanı UEFA-da təmsil edərdik. Allah Məmməd İsmailə rəhmət eləsin, yeri cənnət olsun. Deyir ki, neçə ki cavansan, könlünün quşu, ötər şirin-şirin budağın üstə, bir ağac altında min sürü yatar, 100 şamama pisər bir tağın üstə. Tarix təbiətdən gör nəyi soğurdu, özünə düşmandı öz əziz yurdu. Tarixdə dərdə bax, barama qurdu, tor qurur özünə yarpağın üstə.
Gelmiş bu dünyaya şahlar, xaqanlar, bir candan ayrılır, gör neçə canlar. Haif dünyadan köçür cavanlar, bir gözəl bir lalə yanağın üstə. Məmmədin qəlbindən silinməz dağın, çarəsi var mıdır de yaşamağın? Həyat vuruşmadı, 5 arşın ağın, bir də ki bir qarış torpağın üstə. Allah rəhmət eləsin, Allah yerini cənnət eləsin. Əslən, həm bu kənddən, Məmməd əmin şəhərdə olmuşam, belə desək, ilk dəfə ön sözü yazan o olub. Xatirələrimiz falan çoxdur. Bir dəfə yazdım ki, elə bağlamısan bəndi bərəni, bizə söz qalmayıb, Məmməd əmi. Yaman güldü, dedi ki, əsrik dərəsindən söz qutarası deyil ki. Desək o dərə var, o zəngin dərədə söz olacaqdır. Və mən belə bir şeir yazmışdım 2023-cü il dekabrın 31-də ki, yerin bilinəcək Azərbaycanda, yatma qəflət yuxusunda dur ayıl, hələ yaşamağa dəyər biraz daha. Gəl bizi kövrətmə Məmməd İsmail. Gözlərin solmayan sevgi dənizi, ağlatma, sıllatma, göynətmə bizi. Nəyə öyrədirsən gəl öyrət bizi, təhliyə öyrətmə Məmməd İsmail. Gələndə xəbər et, gəldiyin günü əsrik dərəsində gözləyək səni. Onsuz da göynədib bu həyat məni, bir də sən göynətmə Məmməd İsmail. Mən orada rəhmətliyin 2 misrasından ona görə istifadə elədim ki, bəndi bəriyi bağlayıb həm ruhu şad olsun, həm də İmaməddin Nəsimi kimi haraya gedirsən, onun şeirini sevənlər, musiqisini bəstələyənlər, nəğmələr eşidir, ömrü boyu da eşidir. Və sonda icazə versəniz, onun ən çox sevdiyi şeirlərdən birini deyər. Gözlərin solmayan sevgi dənizi, görənin açılır bəti, bənizi, qaldır kirpiyini, gülsün danuzu, al qara üstündən, halə gözəldir. Səhərin şehində gəz ayaq yalın, asta get, çiyninə sürüşsün şalın. Ayrı ləzzəti var yaşılla alın, zəmlər içində, layla gözəldir. Çəkməzsən qəhrini, varın, yoxunsan, bir şirin nəğməsən əgər oxunsan, dönüb qızıl olar daşa toxunsan, sənə nəzər salan, halə gözəldir. Yar ol, dərk biləndə yar olanda da, yoluna göz düşsün, yorulanda da, eləsinə vurulanda da, desinlərə Məmməd, əla, gözəldir. Və bir də mən çox xahiş eləyirəm, bu Toz Xeyriyyə Cəmiyyətinin, onun dəyərli dostlarının, o cəmiyyət Məmməd əminin yoxluğunu bizə yanıltdı. Hər gün buradadır, hər qayğısını çəkir, hər ağaçlar əkdirir, güllər əkdirir. Çox böyük xidmətlər var. Əziyyət keçən hər bir insanlar sağ olsun. Siz sağ olun, əziyyət çəkib gəlirsiniz, çəkirsiniz. Var olun. Hər birinizə minnətdarım. Hörmətli mərasim iştirakçıları, əvvəla mən Türk dünyasının dahi şairi Məmməd İsmailə Allahdan rəhmət diləyirəm. Məkanı cənnət olsun. Və burada iştirak edən yoldaşların hamısına da elimiz, obamız adından minnətdarlığımı bildirirəm. Məmməd İsmail yaşadığı həyatı boyu şərəfli bir həyat yaşadı. Şair kimi, çox böyük dahi bir şair kimi də iz qoydu getdi. Nəinki doğulduğu kəndin, bu elin obanın, bütün Türk dünyasının fəxri oldu. Ona görə də mən belə hesab edirəm ki, Məmməd İsmail kimi şəxsiyyətlərin xatirəsi əbədi olaraq bu millətin yaddaşında, hafizəsində yaşayacaqdır. Məmməd İsmailin bu mərasimin təşkilində iştirak edən yoldaşların, onu təşkil edənlərin hamısına bir daha minnətdarlıq eləmək istəyirəm ki, Məmməd İsmail kimi şəxsiyyətlər çox az gəlir həyata. Tək şeirinə, sənətinə görə yox, ümumiyyətlə insanlığına görə, mədəniyyətinə görə, sadəliyinə görə Məmməd İsmail seçilən şəxsiyyətlərdən idi. Mən Allahdan arzu edirəm ki, Məmməd İsmailin ruhu şad olsun. Burada iştirak edənlərin hamısına can sağlığı arzu edirəm. Məmməd İsmailin xətrini istəyən, xatirəsini əziz tutan insanların hamısına da bir daha minnətdarlıq edirəm. Məmməd İsmail Azərbaycan ədəbiyyatının hər saatlığa ələ düşməz nəhəngidir. O harda uyusa, o torpağa şərəf gətirər. Əlbəttə, onun öz arzusu ilə istədiyi gör evinə göndərəsən. Bu Allaha da xoş gedər, şairin ruhuna da. Ömrü boyu həsrətində olduğu yurda daimi keşikçidir Məmməd İsmailin ruhu. Bu mənim akəndim, tanımadığıma. Biraz sıxıb məni şəhər havası, dərmanı dağların təmiz havası. Haqlı olmalı, bu şeyləri sən öyrətdin, örnək oldun, bir məktəb oldun.
Mən hesab edirəm ki, nəinki sizi tanıyanların, hətta tanımayanların qəlbində uzun müddət qalacaqsınız. Və elinə, obana, bütün xalqına şeirimlə, bu gözəl münasibətinlə, insanlığınla verdiyin hər şey var. Biz nəinki biz, bütün Türk dünyası səninlə fəxr edirik. Bugün Məmməd əmimin Allah rəhmət eləsin anım günüdür. Bu böyük dahi insanın, bu böyük türkoloqun Türk dünyasında səs salmış və yeganə Azərbaycanlı Türk yazarıdır ki, Rumıniya dövlət tərəfindən Nobel mükafatına layiq görmüş insandır. Biz onunla fəxr edirik. Nəinki onun şeirləri, nəinki onun poemaları. Onun özü həmişə yaşardı bizim qəlbimizdə. Həm alim olubdu, həm türkoloq olubdu. Həm gözəl yazar, həm gözəl şairdir və şairlər içərisində də çox böyük nüfuza malikdir və hamı onun nüfuzundan danışır, onun mərdliyindən danışır. Məğrur bir kişi, məğrur bir Azərbaycanlı, Türk dünyasına səs salmış bu kişinin Allah qəbrini nurla doldursun, Allah ona qəni-qəni rəhmət eləsin. Mən fəxr edirəm ki, mən onunla elə oğluyam, həm qohumuq, həm dostuyduq. Uzun müddətdə mənim atamla da dost olub, bir yerdə onlar Bakı şəhərində bir yerdə yaşayıblar. Həmişə də xatirələri heç vaxt mən onu unutmaram ki, həm Gəncədə, həm burada olanda biz görüşərdik mütəmadi olaraq. Mənə söhbətlər eləyərdi, mən fikir mübadiləsi aparardıq və həmişə də söhbət yoxdur ki, haqlı idi və haqqını da sübut eləyirdi. O nəyin ki, haqqını sübut eləyirdi, öz sözünü deyən adam idi, həmişə sözünü deyibdi, hər yerdə də fikirlərlə də qalib gəlibdi. Allah Məmməd əmmə rəhmət eləsin və burada mən görürəm çox gözəl bir abidə düzəlibdir. Allah bu abidəni düzəldənlərə can sağlığı versin. Çox böyük təşəkkürümü bildirirəm. Nəinki öz adımdan, bütün Toz el adından, öz kəndimizin adından təşəkkür edirəm. Toz Xeyriyyə Cəmiyyətinin sədrinə də, Çingiz müəllimə, müavininə, Çingiz müəllimə də və sizlərin hamısına haqqınızı halal eləyin. Allah sizin can sağlığı versin, o şişə də qəni-qəni Allah rəhmət eləsin. İnsanlar dünyaya gələndə hər kəs bir missiya ilə gəlir. Hər kəsin öz vicdanı qarşısında, öz həyatı qarşısında məsuliyyəti var. Məmməd İsmail bir elin, bir kəndin oğlu deyil. O məmləkətin oğludur, Türk ellərinin oğludur. İnsan qısa bir ömür yaşadı. Yəni tarixə nisbətdə çox qısa. Amma eyni zamanda tarixdə qala biləcək qədər Tovuzu, Azərbaycanı, Türkiyəni şərəfləndirəcək qədər yaradıcılığını qoyub getdi. Məmməd İsmail dünyanın hər yerində oldu. Öz ürəyində, öz yazılarında, öz sumkasında Azərbaycanı sərhəd-sərhəd gəzdirdi. Hara getdisə, Məmməd İsmail adı eşidilmədi, Azərbaycan adı eşidildi. Məmməd İsmail adı eşidilmədi, söz danışdı Məmməd İsmail susanda. Və insanın qəlbində həmişə bu kənd var idi, bu yer var idi, bu el, bu oba var idi. Və söhbətlərində də dedim ki, darıxmışam o yerlər üçün. Bəlkə bu da bunun bir cür fəndi idi, ürəyindən keçən yer gəlib qovuşdu. Həmin tənha dağdağan ağacının yanına gəldi, həmin ağaçlarla söhbətini edir, həmin kəndə baxır, həmin evinə baxır. Allah rəhmət eləsin Məmməd İsmailə və biz çalışdıq, biz olaraq. Niyə biz deyirəm? Çünki bizi Məmməd İsmail öz var dövləti adına qoyub getdi. Onun var dövləti bizlərik, başqa var dövləti yoxdur. Biz elə onun ölümündən bir qədər sonra Məmməd əmin ədəb birliyini yaratdıq. Tərsiz icrasını keçirdik. Burada olan dostların çoxlu oradaydır. Və hələ ki nə qədər canımızda can var, nə qədər ki ürəyimizdə təpər var, Məmməd İsmaili hər zaman gözümüz üstə, ürəyimizin başında xatirələrini yaşayacağıq. Mütləq hər zaman hər kəs biləcək ki, dünyadan bir nəfər keçdi, bizdən öndə bir nəfər gedir. Bu Məmməd İsmaildir. Allah rəhmət eləsin. Ruhu şad olsun, Allah o dünyasını versin. Məmməd İsmail artıq 10 illər idi ki, adını tək Azərbaycan poeziyasına yox, Türk ədəbiyyatına, Türk mənəviyyatına və Türk şeirinə qızıl hərflərlə yazdırmışdı. Məmməd İsmail
Türkün o xəttinin, o cəryanının şairidir ki, o xəttin başında Yunus Əmrə dayanır. O xət Şah İsmayıl Xətai ilə davam eləyir. Qurbani ilə, Abbas Farqanlı ilə, Pir Sultan Abdaldan, Qaraca oğlanla, Səməd Furundan atlayıb. Məmməd İsmailin həyatda çox olur. Çox rast gəlinib. Böyük şairlər olub, xarakter olmuyor. Xarakterli adamlar olub, yaradıcılığı sıfır olub. Məmməd İsmail o cəhətdən çox bəxtiyar bir qələm adamı idi ki, onun şəxsiyyətinlə sənəti bir-birinə tam çulğalayırdı, bir-birinə uyğun gəlirdi. Onun sərt xarakteri, onun haqqa bağlılığı, istedadlara açdığı qolqanat 10 illərdir ki, Azərbaycan ictimai həyatında çoxlarının yadında qalıb. Məmməd İsmail sağ olanda o təpənin başında evinlə üzbəüz deyirdi, Məmməd əmi, Allah imkan versin sizə burada bir dənə abidə qoyaq, oturan yerdə. Böyük qələm adamlarının, böyük sənətkarların çoxunun özdə olduğu kənddə el abidələri var. Belə əlini də belə uzadıb, o məşhur şeiri var, 10 illərdir dillər əzbəridir, bu mən ama kəndim. Tanımadınmı, həmin Məmməddir, biraz sınıxıb, biraz da sıxıb onu şəhər havası, Dərmanı dağların səhər havası, məni tanımadı təzə cavanlar, özüm mü çıxmışam yaddan adımla, sənin qucağında arzuladığım günlərdən qayıdıb gəlmişəm sənə, bu mən ama kəndim, tanımadınmı? Talih elə gətirdi ki, o təpədə yox, bu təpənin başında gəldi, əbədi məskən saldı Məmmədəm. Ruhu şad olsun, Allah o dünyasını versin, məkan cənnət olsun. Güman eləyirəm ki, bizim şeirimiz yaşadıqca, bizim mənəviyyatımız yaşadıqca, bizim türk ruhumuz var olduqca Məmməd İsmailin yaradıcılığı da, şəxsiyyəti də, könlünü də, eşqi də, sevdası da bizə kömək olacaq. Fikrim budur ki, əslində mənim fikrim, düşüncələrim göz önündədir. Onu cəmaət deyir, bura gələn insanlar deyir, tanımış ziyalılar deyir və mənim düşüncəmin belə bir şah abzası var ki, mənə elə gəlir ki, əbədi yaşarlığın əsas göstəricisi onu insanların, xalqın sevgisində hansı mərtəbədə olmasındadır. Biz də bunu zaman-zaman görürük, hiss edirik. Zaman Məmməd İsmailə olan münasibətin tozunu aldı. O daha parlaq göründü, daha gözəl göründü. Bütün ona olan sevgilər, saygılar aydın göründü. Onun böyüklüyünü də eyni zamanda biz burada bu məkanda bir səbəbini də hiss elədik. Belə bir gözəl, unikal, qutsal yerdə doğulan, böyüyən, nəfəs alan və əsrik dərəsinin suyundan içən bir insanın içərisindəki saflıq danılmazdı, var idi, olmalıydı, oldu və əbədiyyətə qovuşdu. Bizim Məmməd İsmail, böyük Məmməd İsmail hər zaman öndə gedən və arxasınca gəlməyə insanlar, cavanlar qoyan Məmməd İsmail. Ruhu şad olsun. Bu vaxtacan görmədiyim bir mənzərə mənim içimi oynatdı. Hər iki qızı xüsusilə Gülzar, Ruh Məmmədi, Qranit Məmmədi bərk-bərk qucaqlayıb hönkürürdü. İçimi göynətdi bu mənzərə. Dünyada sevgidən, məhəbbətdən yuxarı heç nə yoxdur. Əgər varsa, ünvanını mənə göstərin. Beləcə anın mərasimi başa çatır. Yerin, göyün, bu yurdun əbədi sakini kimi bir heykəl gözümdə böyüyür. Ərşə bülənd olanacan uzanır. Başı ərşə, bulutlara çatanacan. Thank you.